Her şey burada başladı. Neftin ilk damlası bu torpaqdan çıxanda, taleyimiz də işıqlanmağa başladı. Yalnız neft değil, bir millətin iradəsi və zəhməti də yerin dərinliklərindən göylərə yüksəldi. Bu sərvət xalqın elmində, təhsilində, düşüncəsində bir irs yarattı. Bu irs yaddaşımızı, kimliyimizi qoruyaraq zamanla ucaldı. Zaman dəyişdi, amma yol davam etdi. Yeni əsr başladı. Əsrin müqaviləsi imzalandı. Azərbaycan yenidən parladı. Bu parıltı bizə güc və zəfər gətirdi. Bu torpaq öz qüdrətini bir daha göstərdi. Biz tarix yazdıq və bu tarixin nəfəsi, qoxusu bugün də yaşamalı, gələcəyə ötürülməlidir. Ətirşax bu tarixə öz töhfəsini verir. Azərlayt bu torpağın ruhu kimi hər damlasında bir hekayə daşıyır. Ətirşax, vətənimin qoxusu.